İzahlı test 38-ci hissə 5-ci sinif ingilis dili. Birinci sual çözüdə sinonim ofsa underlined word altından xətt çəkilmiş sözün sinonimini seçin. Children return home from school at 1 o'clock. Uşaqlar saat 1-də məktəbdən evə qayıdırlar. Return sözünün, qayıtmaq sözünün sinonimi go getmək mənasını verir, sleep yatmaq mənasını verir, send göndərmək, sibəndə come back qayıtmaq. Qayıtmaq sibəndi doğru cavabdır. Return ilə come back bir-birinin sinonimidir. İkinci sual çözüdə sinonim ofsa underlined word. My hobby helps me study well, to study well. Mənim hobbim mənə kömək edir ki, yaxşı oxuyum, yaxşı öyrənim. A-bəndi play, study sözünün sinonimini tapmaq lazımdır. A-bəndi play oynamaq, B-bəndi visit səfər etmək, baş çəkmək, C-bəndi arzu etmək mənasını verir, D-bəndi learn öyrənmək. Study ilə learn bir-birinin sinonimidir. Hər ikisi öyrənmək, oxumaq mənasını verir. Üçüncü sual çözüdə sentence with a noun is a possessive case. Yiyəlik halda olan, isim olan cümləni seçin. Canlı isimlərin yiyəlik halı apostrof s tək isimlərlə, apostrof isə cəm isimlərlə işlənir. Geppetto paints a mouse on Pinocchio's face. Geppetto Pinocchio'nun üzünə ağız şəkli çəkir. Burada Pinocchio's face, Pinocchio'nun üzünə. Bu A bəndi doğru cavabdır, yiyəlik haldadır. B bəndi niyə olmaz? Geppetto is a carpenter. Burada Geppetto is'dir bu. Geppetto is'in qısaldılmış formasıdır, yiyəlik hal deyil. Geppetto xarratdır. Sibəlində what's the name of the wooden puppet? Bu da what apostrof s'dir, amma what is the name'in qısaldılmış formasıdır, yiyəlik hal deyil. D bəndi what's your favorite tale? D bəndində what is your favorite tale-in qısaldılmış formasıdır. What is-in qısaldılmış formasıdır. What's. Doğru cavab A bəndidir. 4-5-ci sualların cavablarını videonun altında şərhlərdə yazarsınız. Videonu bəyənib kanala abunə olmağı unutmayın.